çəkirəm, deyirəm. Həmən mənim bax bu qoz ağacımı, Qalıncaq kəndinin sakini Kərimova Züleyxa Sərxan qızı, 3 dənə oğlu Elnuri, Seymuri, Sənanı gətirdi. 2021-ci ilin noyabr ayının 10-da kəsdirdi. Seymur götürdü 25 manatlıq toğ xoruzun, kəsdi həmən günü. Yedirdi qardaşlarına, anasına, özü də yedi. 50 manatlıq çöl ördəyi sortundan olan ördəyimi də həmən günü qardaşı Elnura verdi. Anası Züleyxaya da ət boyun xoruzu, toğ xoruzunu verdi. Züleyxa pencəyimi apardı, vermədi. İskan nəlbəkimi apardı, vermədi. Əl-üz dasmalımı apardı, vermədi. Seymur həmən günü dedi ki, mən Qalıncaq birinə nəzir demişəm. 3-cü Dünya müharibəsi qalxsın, millət geçsin, qırılsın, nəyi var bizə qalsın. Züleyxa da, Elnur da, Sənan da dedi ki, biz də 5 manat qoyuruq, tək müharibə qalxsın, millət qırılsın, hər nəyi var bizə qalsın. Bunları nə adına bu cəmaat məclisinə aparır. İndi baxın, bax o Seymur, o quldur Seymur, oğru Seymur, yalancı, fırıldaqçı Seymur mənim paltarlarımı, ayaqqabılarımı, telefonlarımı, yorğan döşəklərimi, bax burada zaborun dibində yandırdı. 50 manatlıq Samsung Duas telefonumu məcbur əlimdən alıb, aparıb anası Kərimyan Züleyxaya verdi. Evimin bütün əşyalarını yığdı, apardı. Namaz təsbihimi uğradı, apardı. Əyağımın naskilərin, başımın ləçəklərin, bütün öyümün əşyalarını hamısını uğrayıb öyümdən aparıb verdi anası Züleyxaya. Öydən 1000 manat pulumu uğradı, Seymur apardı. 600 manat dədəmin ölüm pulu idi. 300 manat pensiyası idi, 100 manat da özüm İsmail'ə Elay Şadlıq Sarayında işləmişdim, oradan idi. Uğradı, Seymur apardı. Seymur mənə küllü miqdarda ziyan vurdu. Seymur dediğim boynuna almır, fırıldaqçı, uğru. Dedi ki, Qalıncaqda filan kəsin həyətindən bir bankə filan şeyin uğradım, satdım, kef elədim. Bu insan uğrudur, fırıldaqçıdır. Onunla da əl çəkmədi. 2021-ci ilin dekabr ayının 28-i. Gecə saat 10-da qonşusu 1975-ci il təvəllüddür. Məcidov Mais İlyas oğlu mənim evimə gətirdi ki, Mais mən üçün məhkəməyə 600 manatlıq rüşvət verib ki, mən uşaqlarıma aliment vermirəm, Maisə getməlisən, səni 600 manata Maisə satıram. Mənim də şikayətimə İsmail rayon prokuroru baxmadı, məni adamsız gördü, ləğv elədilər yazdığım ərizələri. Buradan deyirəm, ASTV, ARB, ATV, Dünya TV, bütün kanallar, ictimai hamısı xahiş edirəm çəkilişə gəlsin, ekologiyadan da xahiş edirəm gəlsinlər, baxsınlar kəsilən ağacın yerinə bar verəm, qoz ağacın Züleyxa kəsdirdi. Züleyxa bütün Qalıncağı da zara gətirib, cəmaatın gedir hazır meşələrdə odunların uğrayır, doğranmış odunun gətirir, Seymur özü demişdi mənə. Seymur onsuz da dediyim boynunu almır. Seymuru Azərbaycandan çıxartan, onun mənə vurduğu ziyanı ona ödətdirməyən, xahiş edirəm, onu Azərbaycandan çıxartan insanlar Seymurun mənə vurduğu ziyanı ödəsin. Seymur mənə 40 min manatlıq ziyan vurur.